Herkese salam dostlar. Bugün sizinle birlikte Brawl Stars oynuyoruz. Gördüğünüz gibi artık Brawl Stars hesabımı siz tam görürsünüz. Hal-hazırda M4X Mango hesabındayım. Yani asıl hesabımda. Bir dakika bunlar niye böyle oldu? En son video çekmiştim diye onu alıp abime vereydi. Gördüğünüz gibi hal-hazırda 2 tane PlayStation var. Edgar 630 kupa PlayStation'dan. Nicholas 74 kupa, 100 kupa Kasraman'ın 9334 kupaya ve hal-hazırda 56 tane karakterim var. 2026 hesaptı. Köhnə hesabım ittiğine göre. Ben sporu bu hesaba geçtim. Gördüğünüz gibi tamamı 4 tane efsanevi Süper Ender ve Ender karakteri fulldu. Destansılardan ise tam 5 tane karakter kalıb. Oynayacağıq da. Neçə gündür girmirəm mən oyuna. Təzə bir karakter gəlib. Star Nova diye. Bir Sirius gəlib. Mən bu oyunu girmişdim. Neydi? Sirius yox idi onda. Mən girəndə. Ən son Sirius olmayan vaxtı girmişdim. Hələ Kaze var idi. Təzə deyəndə Kaze var idi. Hə. Mənim vaxtımda Kaze var idi. Amma bu yox idi. Onu hardan eşitdim? Noswalda gördüm. Dedim bu belə karakter var ki, niyə? Yəni bu konsept karakteri verdilər. Baxdım Brawl Stars'da da var. Dedim baxım da. Bu gözlə birlikdə Noswalda girib bu Sirius karakterini, Star Nova karakterini oynayacaq və Brawl Talk'da göstərilən amma oyunda olmayan karakterde oynayacaq. O bot deyirsən, hə. Gördüyünüz kimi karakter belə deyil. Ömrümdə heç görmürəm. Həm yuxarıda, həm də aşağıdan vurur karakter və özü deyəsən üzündə tutan bir də ulduzdur. Karakterin özü. Elə bir görünüşü var. 3 dənə deyəsən adam çağırıram. Bu nədir? O. Nə? O bu nədir? O. Bu közdə sağır ki. Robot niyə çağırmadı bəs? Hiperşarj. Cıt. Sözüm yoxdur. Mükemmel səsi. Karakteri imkansızdır öldürülməsi. Deyəsən öldürdüyü karakteri ruhun çağırır ya da o bar hissəsi dolanda o karakteri çağırır yanına. Bilmirəm nədir. Yoxlayacağıq. Star Nova karakterimiz var. Star Nova karakteri Buzz Lightyear'ın eynisidir. Eynisi deyəndə uçmur və aksesuarı ilə uçur deyəsən. Qaşıq karakterdir. Güclü karakterdir. Ay. 2 dəfə vurur və yanında orijinal pini belədir. 2 kere bunun üstündə fırlanır, sonra başınıza dönüşür bunlar nəsə bir şey. Nasıl Brawl'ımıza keçək? Hə, bu da Multi Brawl. Bunu oynamıram. Videosunu çəkəcəm. BS'de Brawl falan var. Nasıl Brawl'a girək? Kulübdə nəsə gəlib? O, bu nədir? Bir nəfər. Nə? Nədir o? Kulüb oluşdur. İmparator. İmparatorun kulübün buradan da açırıq. 10.000'dən yox. 40.000'dən yuxarı gəlirlər. Sadəcə davətlə oluşdur. Hesabım belə deyil. 51 prestij göstərir, çünki modda ilə göstərir. Full mod var. Mesela Pro'dur burada. Neyse. Biz indi Sirius oynamalıyıq. Sirius məndə, burada mən yan hesabı vermişdim. Adama bir dənə oynasın diye.
Sizce kasıp bu. Ne oynayaq? Hesablaşma işlədik. Videoya like atıp abone olun ki böyüyək. Qabağımıza Stanova gəldi. Yine o kit. Bu kiti məsələn mən yanıma çağıra bilirəm, elədir. Yoxsa məsələn bu var. Bu canımın yanında, ateş yerimin yanındakı var. Ora tamam dolanda elə ellər axı desən. Çünki ultim dolu deyil mən. Hava doldu bir dənədir. Kiminki deyildi bu? Bildim. Kurovuncu. Deməli, məsələn, kitə vurdum ki, başqasına vurub dolduranda onun ruhu gəlirsən. Hə. Aksesuara baxaq. Aksesuar tutturamadım. Bir dəqiqə öləcəm. Damcı qalacağım. Çıtma boyda. Çıtma. Aba 2 dənə oldu. İndi bu sınırsız da bilmirəm ki. Oy. Ay. Ben böyle karakterin neyse güçlü karakter değilmiş. Ben elə bilmişim. Yoksa ben oynayamıyorum bilmirəm. Yaxşı karakterdir. Stanova karakteri. Stanova. Stanova'nın budur. Baxaq görək indi nə olacaq. Edgar, Kit, Purse, Bolt. Bolt'u ilk dəfə görürəm mən, qabağıma çıxdı. Bolt'u mən Brawl Talk'da görmüşdüm. Özüm gördüm, sonra Brawl Talk'dan çıxdım ki, işim var idi. Mən video çəkirdim. Sözüm yoxdur. Heç nə. Şey oynayaq, tək hesablaşmaq istəyirəm. Boss savaşı oynayaq. Baxaq görək kim bossdur. Boss. Grove, Griff güclü əgər buff'sı varsa, buff'sı var imiş. Grove'un da buff'sı var. Bir bu karaktere buff'ı gəlsə ölümsüz olacaq. Tamam bildiğim. Bu aksesuara mı basın? Bak. Soğukta Qaşaydı da yerə. Onun bir dənə ultisi olsa, bunu çəkə bilirim. Çəkim özümə. Dəqiqə, gəl bura. Sən bura gəl. Sən bura gəl. Kurtaram səni. Ay bala, bırakın beni. Bax. Görürsünüz, vuranda can dolu. O yaxşı məsələdir. Normal vuruşla dolur deyirsən. Baxın. Yox, ulti ilə dolmuş bir dənə tək. Qəşəng qazandıq ölmədən. Normal səviyyə tamamlandı. Ən son isə Bolt'la oynayaq sizlə. Sonra isə videomuzu bitirəyim. Çünki çox uzun oldu video. Bu yolunu oynayaq. Bot karakterlər götürək. Botu deyəndə dağ yeni vurdu. Bax, nasıl pravda yaxşı ki, bir də maç qazandı. Sən 100 kupa verir və asanlıqla prestij 9 belə ola bilirsiniz. Dünya birincisini göstərəcəm sizə burada. Bax. Bolt'u anlamadım ki, bu deyəsən belə oynayır. Aksesuara baxın. Baba üstünə atıyor. Yox, ayda düşündüyüm karakter prinsipinə baxayım. Dəqiqə. Şarjını topluyor, sonra özür edir. Və normal atış eləmək olmur. Gərək bu yuvarlağa çevrilir. Atlayaraq bir şey olmaz. Güclü karakteri. Damian'la VS'de kazanmışsa bu. Özü 10.800 canlı olanda da normal bence. Git məni öldürəcək deyirsən. Və atdı yanına, əgər bunun canı doldurdusa, qəşəng olardı. Məsələn, atladı ora aksesuar ilə canı dolsa.
Qəşəng olur da, kitcə buram, nə olacaq? Bu niyə belə oynanır? Ankitlə BS'ni qazansa bu sözüm yoxdur. Allah haqqı güclü karakterdir. Ya qabağımıza bot gəlir, ya mən qəşəng oynayıram. Ya da bu karakter çox dəhşət güclüdür, ölümsüzdür. Sözümü şeylər. Yine 2 nəfər öldürdüm. O yaxşıdır. Benim için hardayım. 100% burada olduğumu təxmin edirəm. Hemen de buradan çıxıram. Samram. Onu araya kıstırdım. Aha. Qəşəng. Yandır. Qəşəng. İşi bitti. Asandıydı. Size normal bir dünya birinci oyuncusunu göstereyim. Dünya bak. 236 prestijli 8 biti var. Normal en güçsüz karakteri 20'dir. 2022'dir hesabı. 780 kazanma serisi var, yaxşıdır. Çox yaxşıdır. Brawl Stars'ı böyle adam olsaydı 100% Brawl Stars banlayar ki hilət. Neyse videomuz buraya kadardır. İzlediğiniz için çok sağ olun. Gelecek bölümleri gözləyin. Sağ olun.